2 aydan sonra məni qeydiyyata alıb. Hansı ki, sentyabr ayının 11-nə kimi mənim müqaviləm var orada. Yəni, rəsmi işçiyəm orada. Yəni, yanvar ayından üzü bu yana işləmişsiniz? Bəli, yanvar ayından üzü bu yana işləmişəm. 10 saatlıq iş saatıdır. 10 saatlıq iş saatını 9 saata məndən razılaşıb. İşimi görəndən sonra da deyib, səni çox bəyəndim, sənin saatını 8 saat eləyirəm. Yəni, indiyənə qədər işləmişəm, məndən heç bir narazıçılığı olmayıb. Mənim də ondan narazıçılığım olmayıb, çünki maaşa görə işləyirik, maaşını vaxtında verib. Ancaq bu 20 gün ərzindədir ki, qulağıma çatıb ki, bu yay vaxtı orada ümumiyyətlə tortçu saxlamır. Məndən qabaq işləyən tortçu xanımı da elə bu səbəbdən o xanım da özü ayrılıb gedib. Hansı ki, 2 gündən bir evdə saxlayırmış. Mən işə qəbul olanda da mənlə razılaşması belə oldu ki, sənə elə bir maaş deyirəm ki, mənim işim olsa da, olmasa da, satışım aşağılasa da, yuxarılasa da, yəni bu maaşı sənə rahatçılıqla verəcəm. Problemləriniz necə başladı? Problemimiz belə başladı ki, son 3 gün bundan əvvəl, hardasa bir həftə, bir 10 gün bundan əvvəl bunun bir işçisi dəqiqə başı getdi, gəldi. Tacirə xanım, filan tortdan şikayət var, neyniyək? Deyirəm, hansı tortdan? Deyir ki, bəs filan tortdan. Deyirəm, filan tort şənbə günü gedibdi, müştəriyə təhvil veribdi. İndi isə bu birisi həftənin 5-ci günüdür. Bir həftədən sonra tortdan şikayət gəlir. Deyirəm ki, bəs işçiyə deyirəm ki, satıcıdır hansı ki, niyə həmən vaxtı gətirmirdi də müştəri tortu? Bir həftədən sonra deyirsən ki, zibilə atıbdır, nə bilim, neyniyibdi. Dərdivi deyinin mənə görüm ki, sənin dərdin nədir? Nəysə, işçilər də gördülər ki, o oğlan getdiyi gəldi. Adı nədir? İdris adı. Getdi, gəldi. İkinci səfər bir də qayıtdı, gəldi işə, sexə gəldi. Tacirə xanım, filan tortdan da şey var, müştəri narazıçılığı var. Deyirəm, nə narazıçılıqdır? Bəs belə. Mən də həmən zakazı götürən işçinin səsini gətirdim, göstərdim ki, bu burada mənə deməyib ki, tərkibi deyib vişnəli olsun, üstü karamel axıntılı olsun, üstündə də meyvə olsun. Mən də tortu içi vişnəli, üstü karamel axıntılı, üstü də meyvəli yığmışam. Yəni oradan qalan şey o satıcının günahıdır ki, müştərinin istəyini düzgün qeydə alıb, mənə düzgün deməyib. Nəysə, belə də qulağıma çatıb ki, bu adam məni işdən kənarlaşdırmaq istəyir. Nəyə görə? Yay vaxtıdır, tortun biraz alveri zəifliyibdi. Bu mənə bir şeyləmişdi, andırmışdı. Mən də buna dedim ki, bəs Sevinç xanım, tortun satışı zəifliyib, desertin satışı artıbdır. Əvvəl eləyirdim sənə 9 dənə maqnoliya, indi eləyirəm 29-30 dənə maqnoliya. Bu artım deməkdir. Əvvəl eləyirdim həftədə bir dəfəsə 8 dilimdən 2 büküm merenqa ruleti, indi 2 gündən bir eləyirəm. Bu, tort zəifləsə də, yəni sənin desert satışın artıbdır. Nəysə, yox, nə bilim, nə. Bu axırıncı bir tortumuzun probleminə qədər, hansı ki, orada məni işçi düzgün başa salmamışdı, bir balaca səhvlik olub dediklərinə görə. Mən də yəni axıra qədər dirəşdim ki, o sözü siz mənə deməmisiniz də. Yəni mənim ağlımda özüm idarə eləyir, şuşum da özümdədir. Siz mənə deyəsiniz ki, bunun içi ağ biskvit olsun, mən qara biskvit yığam. Bunun diametrası yekə olsun, mən balaca yığam. Yəni belə bu dərəcədə də bir neçə səhv bir yerdə mən eləyə bilmərəm də. Yəni mən çünki özümə arxayın adamam. Nəysə, gəldi, başladı təhqirlə, mənə qışqıra-qışqıra səs atdı. Qışqıra-qışqıra səs atmasına mən narazıçılığımı bildirdim ki, qışqıra bilməzsiniz, sakit danışmalısınız, buna məcbursuz. Çünki heç kimin ixtiyarı yoxdur ki, kimdənsə qışqıra-qışqıra danışsın. Sonra mən buna müqaviləni xatırlatdım ki, bəlkə ola bilər ki, insan da unudubdur müqaviləni. Yəni, belə şey olmur da, hopudum, heşimi işdən azad eləyə bilməz. Hər hansısa bəhanələr yaradıb. Nə oldu? Yanvar ayının 9-undan iyun ayının 2-sinə kimi mən yaxşı işçi oldum. Yolu keçdim, polisə zəng elədim, 102 xidmətinə məlumat verdim ki, bəs adam dalıma düşüb də, yəni mənim arxamdan gəlir. Həqiqətən də biraz ürəyimdə biraz səksəkə yarandı. Çünki mənə şədə qorxu gəlib ki, sənin üzvü başını şey eləyib, açıb, səni qoyacam da bayırda. Dedim, birdən arxamdan zadla gələr, əl-qol falan atar da mənə. Belə gəldim, yenə təhqir edici kəlmələri dayandırmadı, yenə də neynəmədi.
Mənim deyir ki, əlimdə deyir, məni səni biabır eləyəcək səs yazılarım, videolarım var. Bax, həmən imenli o sözün prinsipinə mən bundan axıra qədər gedəcəm, görüm bu mənə nə edə bilər, hansı mənim səs yazım var. Yəni sizə həyat yoldaşınızı işə çağırır, mən səs yazılarını gördüm. Gəlsin, ona müəyyən səs yazıları göstərəcəm. Sağ ol, səni biabır eləyəcəm. Yəni namusunuza dil uzadır. Sağ ol. Bir sual vermək istəyirəm sizə. Biz əslində bu mövzuda sosial şəbəkələrdə paylaşım etmişik. Düzdür, orada bir çoxları deyir ki, bəlkə ola bilsin ki, Napolyon Şirniyyat evi deyil. Siz bunun şahidi kimi bizə deyə bilərsinizmi ki, orada antisanitar vəziyyət necədir? O barədə düzdür, yəni yəqin ki, içəri girdiniz, özünüz gördünüz də. Yəni pastayanla natəmizlik olubdur, qidalar qeyri-sanitar şəraitdə saxlanılır. Yəni çəkilişi də gördünüz də, yəni tarakanlar, cücülər. O tarakanlar həmən mənim olduğum otağın görüntüləridir. Yəni dərmanlama neçə dəfə çağırsalar da o qonaqlar getmək bilmirlər ki, getmək bilmirlər. Yəqinlər də ki, tarakan təmiz yerə gəlmir də, çəkli yerə gəlir. Yəqin ondan bilmək olur. Orada istifadə olunan qidalar bəs necə? Yağlar və digər məmulatlar necə? Onlar hamısı harda ucuz, srok keçmiş, geridə qalmış məhsullar varsa onu gətirir, şey eləyir. Və məcbur da eləyir, hələ məni də ki, neçə dəfə məcbur eləyib ki, biskvitin qırağından falan qalan qırıntıları, köhnə tortları qat onun içinə, kartoşka ilə sat cəmaata. Mən dəfələrlə ona görə, yəni mən dirəşmişəm ki, mən o hərəkəti eləməyəcəm. Çünki mən cəmaatı zəhərləyə bilmərəm. Çünki cəmaatın qarğışı hardasa haqlı olanda gəlir bir tərəfdə məni tutur ki, bunu kim hazırlayıb, necədir, nə cürdür. Əziz izləyicilər, biz bir səs yazını sizə təqdim etmək istəyirik. Biz xanımla görüşdük, yəni qarşı tərəf kimi Sevinç xanımla mövqe öyrənmək istədik. Və orada da o, həm Kanal 7 rəhbərliyinə, həm mənə, həm Bakı Orqun əməkdaşına olduqca belə aqressiv cavab verdi. Hətta bizə hədə qorxu gəldi. Mən sizi şikayət edəcəm. Biz də onun hüququ olduğunu bildirdik. Və sırf bizim orada qarşı tərəfin mövqeyini öyrənmək üçün, xanımdan mövqe öyrənmək üçün, yəni sırf elə bu tarakan videosu ki, hansı ki görürsünüz ki, həmin yerin mətbəxində çəkilib. Həmin o video görüntüləri paylaşdıqdan sonra bu Sevinç xanımın tacirəyə atdığı səsdir. Mən onu sizə dinlədəcəm. Siz təsəvvür edin ki, bir anaya müqəddəs, müsəlmanların müqəddəs bayram günlərində atmış olduğu səsi sizə dinlədirəm. Mən sənə dedim də meytin qucaqlayasan uşaqlarına. Bax, için yansın səndən elə. Əgər analıq hissiyyatın varsa yanar. Mən yasan uşaqlarıma. Bir qadına, bir anaya, bir əməkdaşa bu ifadələri işlətməsi, bu qarğışı etməsi heç etik deyil. Sırf bizdə həmin görüntülər paylaşıldıqdan sonra sosial şəbəkələrdə bizə qarşı zəng edərək işlətdiyi ifadələri isə biz sizə saytda verəcəyimiz xəbərdə təqdim eləyəcəyik. Tacirə xanım buradan bir daha əmək müfəttişliyinə, qida agentliyinə müraciət edərək xahiş edir ki, orada yenidən antisanitar vəziyyət yoxlanılsın. Orada həmin o tarakanlarla bağlı bir də baxış keçirilsin. Çünki xanım bizə iddia etdi ki, həmin yerdə baxış keçirilib və orada 1000 manat cərimə yazılıb. Amma dedi ki, tarakanlara görə burada baxış keçirilməyib, elədirmi? Dedi, tarakanlar bizə verdiyi, yəni açıqlamada da bu var, bizə dediyi, zəng vasitəsilə də dediyi fikirlərində bildirir ki, həmin tarakanlar bəli orada olub, amma 2 ay öncə olub, hal-hazırda yoxdur. Siz bu barədə nə fikirdəsiniz? Yəqin ki, gizləniblər. Dəlmə deşikləri, oranı-buranı eşələsələr, yəqin ki, qonaqların orada olduqlarını görərlər. Mənim də heç kimdən indiyənə qədər düşmənçiliyim olmayıbdır. Sadəcə mən haqqımı, hüququmu tələb eləmişəm.
O isə mənə belə qeyri-etik sözlər dediyinə görə, yəni mən də bu səviyyəyə gəlib çıxmışam. Yəni öz başımdan, yəni bu səviyyəyə çıxmamışam da. Başa düşdünüz? Xanım iddia edir ki, siz ondan 2400 manat pul istəmişsiniz. Yox, mən 2400 mən məbləğ falan deməmişəm. Sadəcə demişəm ki, mənim bu ayki maaşımı tam, bir də 2 aylıq təzminatımı ödəməlidir. Burada da mən yəni hansısa bir şantaj kimi, hansısa bir qeyri-qanuni bir iş olduğunu da zənn eləmirəm. Çünki mən haqqımı tələb eləyirəm. Ümid edirik ki, aidiyyatlı qurumlar sizin hüquqlarınızı müdafiə edəcək. Minnətdarıq sizə bizə öz fikirlərinizi bildirdiyiniz üçün. Əziz izləyicilər, nəzərinizə çatdırım ki, bu xanım Napolyon Şirniyyat evinin rəhbəri Sevinç xanımdan şikayətçidir və o öz hüquqlarını pozulduğunu iddia edir. Biz yenə də Sevinç xanıma mədəni şəkildə öz fikirlərini, qarşı tərəf mövqeyini bildirmək üçün şərait yaradırıq. Əgər Sevinç xanım həqiqətən də əsəblərinizə hakim olaraq, etik qaydaları qoruyaraq fikirlərinizi bildirmək istəyirsinizsə, biz sizdən də qarşı tərəf kimi mövqe öyrənməyə hazırıq. Minnətdarıq əziz dostlar, çox sağ olun, kanalımıza abunə olub bəyənməyi unutmayın.